Ermənistan Azərbaycan ərazilərini, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayanda, İran Ermənistana dəstək olması üçün bir çox iqtisadi müqavilələr imzalayanda niyə səsiniz çıxmırdı? Niyə 2-ci Qarabağ müharibəsində İran tırları Ermənistana yardım daşıyanda niyə səsiniz çıxmırdı? Bəli, xəbərimiz oldu, tək-tək etiraz edənlər oldu, amma yetərli olmadı. Buna görə biz Güney Azərbaycanlı qardaşlarımızdan incidikmi? İncimədik. Niyə? Çünki şərtləri biz də bilirik ki, başqa bir dövlətin İranın tərkibində yaşayırlar, müstəqil deyirlər, onlara təzyiq olar, həbs olar və s. bir aləm zərər olar. Ona görə biz Güney Azərbaycanlı qardaşlarımızdan incimədik, onları qınamadıq, niyə səsinizi çıxartmadınız deyə. Başa düşdük vəziyyətlərini. İndi İsrail məsələsinə gəlincə isə, İsrail Azərbaycana dost ölkə olsa da, müstəqil, xarici siyasəti olan bir dövlətdir. İran balaca canı ilə, bütün dünya ilə, hədə təhdid dili ilə danışır. Bugün İsrail ilə müharibə aparar, sabah başqa bir dövlət İrana müharibə elan edər və İrana hücum edər. Təbii ki, bütün bu hücumların fonunda Güney Azərbaycana da zədə dəyər ki, heç istəmərik. Amma çıxış yolu var. Çıxış yolu nədir? Çıxış yolu odur ki, Güney Azərbaycan İrandan ayrılsın, bu fars siyasətçilərindən qopsun. Qopa bilərmi? Qopa bilər. Necə qopa bilər? Qurban verərək. Baxın, Quzey Azərbaycan, Şimali Azərbaycan, yəni hazırki Azərbaycan Respublikası, biz 20 yanvar faciəsi yaşadıq. Biz qan tökərək müstəqilliyimizi əldə etdik. Kaş bunun daha sivil yolu olardı. Amma yoxdur. Güney Azərbaycanın da İrandan qopması üçün mütləq bir qurban verməsi lazımdır. Heç istəmərik kiminsə burnu qanasın. Amma gerçək budur. İran xoşluqla Güney Azərbaycana müstəqillik verməz. Gərək Güney Azərbaycan müstəqil olsun, o fars siyasətçilərinə xilas olsun ki, hər dəfə İran hansısa dövlətlə bir problem yaşayanda, o dövlət İrana bomba atanda, o bombalar Güney Azərbaycana da düşməsin. 2-ci Qarabağ müharibəsində ki, İran Ermənistana tır-tır yardım daşıyırdı. Azərbaycana hətta pulla xarici dövlətlər silah satmırdı. Amma İsrail Azərbaycana silah satdı. Hətta Ermənistan parlamenti İsrailə bir müraciət ünvanladı ki, Azərbaycana silah satışını dayandırsın İsrail. Amma İsrail dayandırmadı. Və bunun kimi digər ölkəmizə verdiyi dəstəklər də var. Biz bu dəstəkləri necə unuda bilərik? Təbii ki, kaş ki müharibə olmasın, kaş ki heç kəsin burnu qanamasın, heç kəs müharibəni arzu etmir, heç kəs. Amma bütün halda İsrail Azərbaycana dost ölkə olsa da, qeyd etdiyim kimi, xarici siyasəti olan müstəqil bir dövlətdir. Və fərqi yoxdur, səbəbindən asılı olmayaraq Güney Azərbaycanda kiminsə ayağına daş dəyməyini belə istəmərik. Çünki Güney Azərbaycan bizim canımızdan candır. Güney Azərbaycan bizim öz canımızdır, öz qanımızdır, öz bacımızdır, öz qardaşımızdır. Bizim üçün Gəncə, Şəki, nə bilim Şamaxı, Bakı nədirsə, Ərdəbil də odur. Bizim üçün Urmiya da odur, bizim üçün Təbriz də odur. Heç bir fərqi yoxdur. Amma hazırki siyasi mühit belədir. Ona görə də Azərbaycandan yaxud Bakıdan əsassız yerə küsməyə, inciməyə dəyməz mənim əziz bacı və qardaşlarım. Kaş müstəqil olasınız, kaş İrandan qopasınız ki, sabahları İranla bağlı hər hansı bir hərbi müdaxilə Güney Azərbaycana da zərər verməsin. Bunun başqa yolu yoxdur. Bugün İsrail, sabah başqa bir dövlət İrana bomba ata bilər. Amma bütün halda bunu unutmayın. Vətənin quzeyi, güneyi olmaz. Azərbaycan birdir. Güney Azərbaycan bizim canımızdır, qanımızdır, doğmamızsınız. Sizi hər zaman düşünürük. Allah sizi qorusun. Və ümid edirik ki, inşallah Güney Azərbaycan zərərsiz, ziyansız bu məsələlərdən çıxar.